Kosmetologa getməyə pulum olmasaydı bir kimyaçı kimi aptekdən bu ucuz məhsulları alardım. Vitamin E. Sadəcə 2-3 damcı adi ucuz kremə qatıb qırışlara qarşı çox effektiv baxalı kremə çevirmək olar. Yüngül bir revitalizasiya effekti alacaqsınız. Bacaq həmin o baxalı spikulalı kremlərin tərkibindəki əsas komponent budur. Düzülmüş yosundur. Dəridə mikrotravma yaradaraq iynə kimi bataraq kremi dərinin daha dərin qatlarına nüfuz etməsinə kömək edir. Quru halda və gelin tərkibində Bacaq Forte kimi satılır. Pilin kimi dərinin üst qatını soyur və ləkə qırışlardan azad edir. Yəni ev pilingidir. Nane yağı dodaq dolusu etməyə pulum olmasaydı lanolin kremə qatıb ya pomada 2-3 damcı nane yağı qatıb dodaqlarıma sürtərdim. Qan sirkulyasiyasını gücləndirərək dodaqlar daha dolğun olacaq. Vitamin C və aloe vera ekstraktı ampulalarda. Hər axşam üzə vurub səhər duranda mezoterapiya olunmuş dəri effekti alacaqsınız. Dəri dartınmış, yumşaq, xamar olacaq və rəngi açılacaq. Hidrogen peroksid lazerə getməyə pulum olmasaydı, tüklü yerlərə hidrogen peroksid silib üstünə qarışqa yağını vurardım. Apteklərdə yəqin ki bu satılır, ancaq mən Trendyoldan alıram. Həm də ki mənim yağımda dərini nəmləndirən komponentlər də var. Kim istəsə linkini storydə paylaşacağam.